Salam, hər vaxtınız xeyir dəyərli müəllimlər. Bundan əvvəlki videomuzda tələbə kimi sistemə daxil olub imtahanlarda iştirak etmişdik. İndi isə iştirak etdiyimiz imtahanlarda qazandığımız sertifikatlara tələbə paneli üzərindən necə baxmaq olduğunu göstərəcəm. Tələbələr öz şəxsi kabinetlərinə daxil olduqdan sonra sol menyuda yerləşən sertifikatların bölməsinə klik edirlər. Açılan pəncərədə tələbənin qazanmış olduğu bütün sertifikatlar əks olunur. Əgər sertifikatların sayı çoxdursa, yuxarıdakı axtarış xanasına açar sözü daxil edərək lazımi sertifikatı anında tapa bilərsiniz. Burada sertifikata bax düyməsini sıxdıqda həmin sertifikat ekranda görünür. Yüklə düyməsini sıxmaqla tələbələr sertifikatı kompüterlərinə və ya telefonlarına yükləyə bilərlər. Həmçinin sertifikatın üzərində onun rəsmi təsdiqini bildirən QR kod yerləşdirilmişdir. QR kod oxudulduqda ekranda sənədin statusuna orijinal sənəd olduğunu göstərən xüsusi pəncərə açılır. Bu da sertifikatın sistemimiz tərəfindən rəsmi olaraq verildiyini və orijinallığını tam təsdiq edir. Bu videoda izah edəcəklərimiz bu qədər. Diqqətiniz üçün təşəkkür edirəm.